Qız və oğlanın dostluğu cəmiyyətdə həmişə müzakirələrə səbəb olub. Bəziləri düşünür ki, bu çox normaldır. Digərləri isə hesab edir ki, qızla oğlan dost ola bilməz. Bu münasibət zamanla romantik hisslərə çevrilə bilər. Gəlin bu haqda paytaxt sakinlərinin fikirlərini öyrənək. Ola bilməz. Biraz ola bilər oğlan cızığından çıxar. Yox, elə dost olmaz. Düz deyirsiz onu. Yaxşı baxmısınız. Yox. Mən bir kişi ilə, oğlanla da çox dostluq olduq, yaxın dost, bacı qardaş kimi kömək eləyirdi o mənə, mən ona. İllər keçəndən sonra deyir dostluğumuz məhəbbətə çevrildi, evləndik. Yəni belə də olur. Olar. Niyə? Qızlar var ki, bir-biri ilə yaxşı dost ola bilmir. Oğlanla deyir mən oğlanla dost olam, ondan paxıllıq, ondan satmaq görmürəm. Elm inkişaf edib, həyat inkişaf edib, hər şey öz qaydasında. Bu çox səmimi qəbul edirəm. İnanıram, mən elə bilim nə olar. Onlar ya bir-birinə nə bilim, heç vaxt məni inanmıram ki, oğlanla qız yaxın dost olar. Axırı yaxşı olmur. Mən heç vaxt inanmıram. Qızla oğlanın dostluğu heç vaxt baş tutmaz. O gələcəkdə nə varsa dostluq sevgiyə çevrilə bilər. Qızla oğlanın dostluğuna heç düzgün baxmıram. Səmimi olsalar ola bilər. İstəyirsiniz ki, qızınızın oğlan dostu olsun? Niyə də istəmirəm ki? Biləm ki, etibarlı dostdur. Əslində qızla qızın dostluğundan oğlan dostu daha yaxşıdır. Əgər bir-birlərinin ailəsini tanıyırlarsa, onlar dost qala bilərlər, hörmət mənasında. Amma belə indi yox. İndi dost qala bilməzlər. Etibarsız zamanədir, etibar eləmirlər bir-birlərinə. Qızım yoxdur olmağına, amma olsa normal baxaram. Pis baxmıram, ona görə ki, qızın da dostu olmalıdır da. İndiki zamanda yaxşı baxmıram. Yəni özümün də böyük nəvələrim var, 12 yaşında qız nəvələrim var. İstəmirəm onlar da. Gəlirlər hər gün danışırlar. O oğlanla belə dostluq eləyim. Bunu istəmirəm. Çünki o dostluqlar indi o təmiz niyyətdə qurulan dostluqlar oxşamır da. Ancaq belə baxıram çevrilir başqa şeylərə, başqa hadisələrə bu dostluqlar. Türkiye'de bir tane şarkıcımız var, Yener Çevik. Der ki sevdiğim kızın olamaz erkek kankası. Erkekten kıza, kızdan erkeğe dost olmaz. Nədən olmaz? Olmaz. Erkek kıza dost gözüyle bakabilmez, kız da erkeğe dost gözüyle bakabilmez. Mən normal baxıram. Qala bilərmi? Dəqiq deyə bilmərəm onu. Hər iki tərəfdən asılıdır. Oğlan dostum var. Ya bence erkekle kadın arkadaş olamaz. Yani ikisi de farklı varlıklar aslında baktığımız zaman. Bence olamaz. Çətin indiki zamanda çətin dostluqlar olsun. Oğlanla qızın nə dostluq ola bilər? Ola bilməz. Bu düzdür. Düzdür. Ona görə də boşanmalar çoxdur.